Word proqramında seçilmiş mətni bir neçə rəngdə göstərmək olar. Bizə konkret misal göstərilib. Azərbaycan sözünü biz istəyirik ki, Azərbaycan bayrağı fonunda göstərək. Bunun üçün ilk növbədə mən əvvəlcə böyüdüm. Hı -hı. Homeland tabında şriftin rənglənməsi bölməsinə girib kölgələr. Buradan da çoxlu kölgələr seçirik. Ekrana gələn pəncərədən gradient filmlərini seçirik. Pəncərəmiz bu formaya alınır. Deməli, birinci rəngi biz seçirik göy rəngdə. Sonra seçdik yaşıl rəngdə, göy qırmızı rəngdə. Sonraki rəng olacaq yaşıl rəngdə. Burada rəngləri bunu bir daha göy rəngə. Rənglər burada qarışdığına görə biz buradan yine göy rəngi, buradan bir dənə qırmızı seçdik. Qarışmasın diye bir xətt boyunca birləşsin. Buradan da yaşıl. İndiyi kimi mətn Azərbaycan bayrağı rənglərində görsəndi. Bu adı müəyyən qədər hərəkətlər elədik. Rənglərin yerini dəyişdirməklə rəng fonunu düzəltmək olar. Artıq mətnimiz üç rəngdə görsəndi. Və burada göstərilən effektlərdən istifadə edərək mətni istədiyimiz nümunəyə uyğun müəyyənləşdirə bilirik. Burada nümunələr göstərilib, o nümunəyə uyğun biz mətnimizi həmin formaya sala bilirik.